Kalırım. Aslı ne oldu? Açlar öyle sıkıldı burada. Aslı nefesim kesildi de ben dizleri kim kabar bağladı burada. Aslı dayanlara bu elimden seninle çok isterim bu sumkanın sepini açam. Kapını dövmüşüm bu sıkırı çıkacak yüzüme söyleyecek sözüm yoktu. Sumkanın sepini işi be. Aslı yeke tutsan adam başı bir manata apardığını taksi. Ne olar bir manatı verip gene ben bagaja salaydı. Botan pendirin yanına çıkacağım. Senin botanı yiyirler. Gel de bu sumkanı sen gidersen. Az ben sumkaya girebilirim. Sumkaya gidip bagajı koydum biletim özümden çok çıkacaktı. Bu sakit dur görün. Az bunu tutun nefesi kes koştu da bu. Dayan dala. Sıkıldı mı burada? Sen yüreğin sıkıldın benim de ömrüm gitti. Salam. Salam aleyküm. Sənə lazımdır? Bilirsiniz biz 100 az ne? Ömer sorakı. Oy bizim üstüne. Oy. Bizim istəyirəm. Ay mama. Bu nedir? Zeynep olmasa. Şeydi benim tələbəmdi. Yazdı yadımdan çıxıb burada qalıb. Bir de bizim istəyirəm. Hele şılpaktı. Bu kız. Kadına ne oldu? Sana öldürmüştü ben orada temizladım. Üstüme niye otursana? Ay sağ ol. Çatmışım. Salam aleyküm. Değil. Bir de diyeyim. Bilirsiniz biz 103 biz kreativ firmadan gelmiş. Yaxşı paltarlar tikirik. Eşitliği size paltar lazımdı gelmişi tihmeye. Kreativ? Kreativ nədir? Bəlkə siz kreativ demək istəyirsiniz? Kreativ. Bilirsiniz nefər, icazənizlə cəmaat baxır. Keçək içəridə sizi başa salacağım. Qeyriyativdir, yoxsa kreativdir? Yaxşı, day nə deyirəm, keçin içəri. İndi biz size başa salacak kreativ nedir? Kreativ nedir? Kreativ nedir? Firma. Bu deməkdir ki biz qeyrətli namuslu paltarlar tikirik. Özde bizim tikdiyimiz paltarlar ki var 5 sezon, 10 sezon geyin cırılmaq bilmir. Elə tikirik də, elə ürəyimizi qoyuruq hər tikdiyimiz paltara. Bu rəhmətli Lenin var ha, Allah ona rəhmət eləsin. Onun əlindəki paltar var ha, qəstumu. O onun bəlik qəstumudur. Görürsə hələ cırılmıyor. Lenin'in özünə güvə düşüb, amma qəstumuna güvə düşməyibdir. Hə, bu belə. Yaxşı, bütün bunları bildim. Bəs bu kimdir? Bu? Hə. Bu zatdır da şey. Rəfi qeyibdir ha. Sen Kitayskisən də, Çinlisən. Bacı, vətən yanı mən Çinli deyiləm, Çinli deyiləm, Çinliyəm. Hələ mənim gözlərimə bax, hələ, Elə bir iynə ilə deşim. Xaric Çinliyəm. Mən belə baxıram bacı, saatlı sana, savatlı dərsi lazım deyil. Sən savadsızlardan elə işte. Dura çıxara, aşkara bir dəqiqə Sağ ol, dayanın. bir dəqiqə dayanın. İndi sözdür də dedim. Niyə incirsiniz? Keçin evə, keçin yuxarı başa. Olur. Keçin, hoş gəlmisiniz. Buyurun. Kuramam. Kız ne var ha? Ne var ha? Biraz ehtiyatlı olun. Çaydan altını söndürün gəlin. Yaxşı. Buyurun siz keçin. Ora keçirəm. Salam Ayday, necəsiz? Boğazınızda nəsə qalıb? Narahat olma, çıxardaram indi. Narahat olma. Bir dəqiqə. Ne edirsiniz? Yaşlı adamdır. Mən babamı niyə vurursunuz? Ay vurmuram İçeri girəndə salamlaşdım, gördüm öskürdü. Dedim yəqin boğazında nəsə qalıb da. Vurdum ki belki boğazındakı çıxa. Mən sizə bir söz deyim, bu kişi əməlli başlı soyuqluyub. Ya da bunun boğazında nəsə qalıbdı, buna aparmaq lazım çöpçüyə. Yaxşı çöpçü istəyirsinizsə mənim tanışım var. Yaxşı nəfəsi var, bir də frək yuvamızı çıxır. Ay bacı, bir dəqiqə dayan da. Nə çöpçü, nə danışırsınız boş-boş. Mənim babam o vaxt müharibə dövründə əskərlərlə
pöskürək vasitəsilə, yəni parol. Onlarda parol o pöskürək. Odur, budur, vərdiş eləyib də. Üzü istəyirəm. Mən nə bilim, mən hardan Baba, bilim. dur, başıma dur, can, dur. Dur gedək biraz. Yenə də siz mənim fikrimə çöpçü məsələsini nəzərinizə saxlayın. Gəl. Gülüşüm, can. Azarda qaldın. Allah'ım! Bakın bir işiften ha! Bugün ilişə qalmışıq, tez gəl. O biri qız hardadır? O qızı görüb qız ağacından düşüb yığılsın qolukçusunuz. Səhv gətirəcəm. Ay, öyle demeyeyim. Gəl. Biraz ehtiyatlı olun. Ha, bir de salam. Qapını dur bağla. Bəkçim. Yaz başıma gözüme bak. İkiniz de buradasınız. Bəzi suallarım var idi. Buyur. Siz ümumiyyətlə hansısa məşhur üçün paltar filan tikmisiniz? Buy, ay xuruş bazı. Bütün məşhurları, bütün paltarı biz tikirik də. Doğrudan. Bak, yine bak ben sayım. Yine bak bütün parmaklarını tutaracak ha. Gerek keçən səyək parmakları. Ay, Diyan bak diye gidiyor. Bir de parmağın qatda yaşı. Ha. Geçi değil mi? Ben parmağın qatda. Demək bak, o Lady Gaga var ha. Onu biz paltar tikmişik. Lady Gaga'ya siz paltar tikmisiniz? Yok özler gülü. Biz ama kişiye palta tikmişik ya. Özür demesek ki kişi hayranına gelende palta siparişi götürme. Hay kızım, Lady Gaga kişi diyor ki. Sen demirsen Lady Gaga. Kitaydan gəldi. Deməli biz qatda barmağın birini Lady Gaga'nın qatdadır, indi qat deyir. Sibel Can, canım sadiyesi sizin ne var sizin Aksu. Aha. Aksulu. Başka dilde değildi. He, sizin Aksulu. Sizin Aksu. Canım sadiyesi Ajda Pekkan var Ajda Pekkan. Çıkardı işte. Ajda Pekkan tanımırdı onlar hele Kitayski daxı bu qadın. Ona görə Ajda Pekkan'a elə bil ki paltarları biz tikirik. Bax, Blender soy var ha. Aha. O Blendersə axırıncı şalvar biz tikmişik. Başa düşməm, axırıncı niyə? Şey deyir, elə bil ki, bilmirəm nəyə görəsə biz ona şalvar tikəndən sonra heç o şalvar geymədi. Elə platya, nə bilim bir razvitayka, tüylə zaten onları geydi. Gördü də o. Hele hele bir ki şalvar giyimi vurdu onu. Hə, şalvar onu vurdu. Belə deyək. Hə. Bax belə. Ta mən danışırım. Az bəlkə katalogu gətirəsən Az proqram. hedədə katalog vardı gösteri yüz açmalısın. Hə, get gətir də, get. Hardan ki? Az sumkadadır da, sənə verməmişdim katalogu. Get gətir də. Hə. Mən sizə bir söz deyim. Sözümü bax yəni anı buraxmayın da. Babanızı çöpçü yaparım. Şöyle. Kıraman başı bak. Dayan. Sen canım bu boyuna bak. Hele sen bu boyunun güzelliğine bak. Bak bu boyunun elindeki doğru biz tikmişik. Bak bunu en toştaki ev. Göz ürəkli zaten özünün ürəyi boylu ürəyini. Bak bunu mən tikmişim rəfoş. Bu en toşlu mən rəfoşam. Hə. Deməli inan ki, bunu elçiliyə gedirdilər oğlan evi. Sifariş elədi ki, qoyunu bəziyi qız evinə aparacaqlar ha. Elçi gedir. İnan bu qoyunu nətən bəzədiysə. Bax. Gəlindən seçilmirdi. İnan bacı. Gəlin bir böyürdə qalmışdı. Gələ qoyuna baxıb qoyuna şəkil çəkdirirdi. Ben öz bətdə qalmışdı. Böyürdəki nişasta baxmırdı. Elə dörd gözünə qoyuna baxırdı. Yaxşı, nəysə qızlar, bilirsiniz, mən istəyirəm ki, siz mənə kreativ bir paltar tikəsiniz. Çünki bu yaxınlarda kreativ. Bu yaxınlarda mən dolu xanımlar üçün kreativ modaya hazırlaşıram. Festivaldır. Burada podiuma çıxacağam. Dolu xanım kimdir ki? Deməli, ay xuruş bacı. Mən
biz sana elə paltarlar kreativlə tikəcəyik ki, sonra o podyuma çıxarsan ha. Podyuma. Ayza, o podyuma çıxarsan ha. O podyumda sənin paltarların birinciyə çıxacaq. Ay mən sizə artıq inanmağa başlayıram. O, inanmağa başlamaq niyə? Düzün bana gelmişsiniz. Siz prova dizin bana gəlibsiz düzdür. Siz gəlmisiniz düzün bana. Sen. Buram ki bir. Başka bilmirəm. Yoxdan ha, yoxdan ha, Röpur. İpini bıraktım, takmar yanında da sənin ipini. Xırış bacım, Ayca. siz öz işinizlə məşğul olaq. Sizə mane olmayaq, siz də bizə nə qarmıyasınız mane Mane olmayasınız. olmuram. Oldu, siz də öz işinizlə məşğul Yaxşı. olun. Hə. Siz öz işinizdə, biz öz işimizdə. Başla. Az dur bana, nə yerləşdirdin özünü, dur. Qavladı özünü belə tez. Gediyin hesabı gətir. Harda? Dədəmin xarabasında. O sen deden karaması rayonda. İndi bu demir yalı gedib. Ay başım şişdi. Bu nə tər maşındır, bu nədir? 3 dənə bunun başında bu haqq hesabı var. Bu nə tər iş deyil, bu nə tər işlədirlər. Heyfdir, dədə baba şaqqaşır. Buna bax hələ, bunun pultunu yerə quvulur, hə? Bunun baxıram, bu pultdan işləmir, hə? Başım şişdi. Ay Rəboş! Ay! Hayıntı, gəl gör bura. Ali, safladım. Başım olsun da şişifdir, bu nədir? Qayçının qulfunu niyə saflayıbsan? Dur, dəhşət səni. Düzün demədin safla, mən də safladım da. Mən dedim ki, qayçının qulfundan tut, gətir safla. Yəni iynəni safla. İğnəyə saflayın. Hə. Tayyip iğnəyə safladım, nəsə düzələcək. Sən dikiş tikə bilirsən, ayət dur. Ay sapı özündən olan balta, niyə məni doğruyursanız? Başım şişmiş, bilmirəm bu nətər işlədirlər. Mən bilirəm, dayanayım. Al deyimi qırarsan ha, neçə yüz manatlıqda da bunlar deyir borca düşək. Nə yaxşı ki, bu xromanın evində var imiş. Bir şey fikirləşdi, tapmışam. Taxsı, mənə bir trika verən lazımdır ki, mən onu həyata keçirim. Anladım. Get sumkanı buraya get. Al sumkanı. Palasatı, hansı ki sən girirsən içine, mən eşək kimi daşıyıram ha çiğnində, bax olsun. Az deyirəm, hava yerlə, kətdə elektrik işləməmişəm ha. Bağışlayın, Buyurun. bu paltarın kreativliyi, özəlliyi nədən ibarətdir ki? Deməli Xuruş bacı, bax bu yok ışıqlar ki var, hansı ki biz paltarın üstündə düzəltmişik. Özəlliyi ondadır ki, bu paltar pultla işləyir. Məsələn, burada indi baterika yoxdur, narahatımı. Məsələn, podyuma çıxırsan, ışıqların altında effektlər, bay alqışlar. Çıxırsan podyuma, gəlirsən yava, birdən pult gələndə dıdınq, paltar özü çıxır əynindən. Paltar çıxır, amma ışıqlar qarı parıldayırsan. İstəyirsən ki, əgər paltar qayçın gecə dıdınq, o bunu pultun düyməsini basırsan. Bax, belə özəlliyi bunun. Az deyirəm, var günlər. Bu podyuma çıxanda pult əlinə düşə qırılan ya da pultu daşı öyle. Ya bu çıxdıq deyə. Yəni deyirəm, yaxşı oldu ki, bacı, sən pultu əlini möhkəm tut. Hər ihtimalı qarşıda özündən daş götür. Hə, yaxşı. Pultu bir də daşı öyle. Siz məndən olmuyorsunuz da, hə? Ay bacı, niyə oyun oynayırıq? Elə eləməyin ki, tutum ikinizin də qolundan atım sizi bayrağa. Ay bacı, biz neçə saatdır fikirləşirik, biz incəsənət adamıyıq. Doğru. Və yaxud da, yəni biz art adamlarıq, art dərzlərik. Özü bizə kömək elə də, biz axı mövzunu bilmirik. Bilirsiniz, bax, orada festivalda hər bir paltarın özünün sujet xətti olmalıdır. Başa düşdünüz? Yəni sujet xətti olmalıdır. Mənim geyimim tamaşaçıda geyim aurası yaratmalıdır. Yəni bütün tamaşaçıların gözü məndə olmalıdır. Başqa heç kimi görməməlidirlər. Yəni mənim libasım o qədər gözəl olmalıdır. Nətər də, bax, məsələ. Başa başa düşdük, nətər? Bax mən sizə bir də izah eləyim. Buyurun. Tutaq ki, Aha. Maraton. demək, İşıqlar dəyişir. tutaq ki, təbiət haqqında paltar hazırlanır. Bax onun üzərində qoyun, dağ, dərə, yamaclar, Əncir çəmən. yarpağı söhbəti. Söhbət qoyundan gedir. Qoyundan gedir.
kosmosdan danışırıqsa, yad planetlər, uçan boşqablar və ay mən özümü təsəvvür edirəm. Ağ buludların, ağ tüstünün içərisindən mən çıxıram və hamının diqqəti məndə olur. Başa düşdünüz də? Başlı üstümüzde her şey aydındır. Her şey. Başlayın. Biz sizi o bulutların arasından dartıp çıkartacağız. Az ne yanına göğü basırsan Başı sen əvvəli başda adamdan dərzili istəyirsən. Biz benim dərziyik. Asıl biz evine yoldan keçirik. İşte ben yoldan keçenine gelenine biçilmişik, ölçmüşük ki biz hara gedirik, hardan ne varacağız. Yəni başa düşdünüz də? Her şey aydındır bize. Aha. İcazenizle sizi yola salım. O bir otağa sizi karşılayanda ağ bulutlar arasında karşılayan. Yaxşı, onda işinizlə məşğul olun. Başla. Oldu mu? Başla. Az bu kəlmətinlərini böyündə saxladı. Bak. Ehtiyatlı olun. Tamam. Yüzüme vurursa ayağımı niye taftaladın Bak ki? köyün tarafı. Nə deyir? Çoban papağı. Mən də bilirəm çoban papağıdır. Amma ki, bunun nə dəxli var? Ay baş ne terim ne dəxli var? Özün demedin ki ya. O padiyezdə çıxacaqsan Az padyuma. Hə padiyema çıxacaqsan. Podiuma. Hə dana demedin ki mövzu yaylaq olsun, təbiət olsun. Bir də təbiət deyəndə vurdu gözümüzün qabağına qoyun quzu, çoban gəldi. Yok ben başa düştüm da sizi auraya salmalıyım. Zəhmət olmasa gözünüzü yumun. Niyə? Auraya sallam da ben sizi. Gözünü yumdun. Orada bir tane fon musiki. Zəhmət olmasa sen hazır olmasan demiştim aga. Aha öyle geçsin he. Necədir sizi auraya salabildiğin yaxşıdır. Yox. Ne? Bəsin deyil. Yox. Mo. İa. Bəsin deyil. Yox. Bəsindir. Ay baş sən nə istəyirsən qadın olun bizdə? Siz məni düz başa düşmədiniz. Bilirsiniz, bu çoban papağında axı nə kreativlik var. Ay kuruş bacı, axı sen bize demirsən, sən uzun paltar lazımdır, gödək paltar lazımdır, dar paltar lazımdır, geniş paltar lazımdır. Bilirsiniz, mən istəyirəm mənim donum nə uzun olsun, nə gödək olsun. Aha. Nə yekə olsun, nə də balaca olsun. Aha. Az yəni demək istəyirsən ki, sən istəyirsən ki, donun əyninə qutu kimi otursun. Ay sağ ol. Belə deyilən qadın alım da, bu mədəni danışır. Hə, Baş qadın alım, sənət adamlıqdan ha. Telefonuma zəng gəldi. Aha. Mən gedim. Hə, yaxşı. Siz işinizlə məşğul olun. Onu Yaxşı mı? demədim, mənə bax, ver. Özüm hər şey düzəldəcəm. Oldu. Ne kadar kapkaşık var, hamısı da yavru kaç özünün kaç. Əntiqə narahat olma. Ramiz hücum ayı varsa heç bir qorxusu yoxdur. Hətta soyuq suda belə yağları tez aparır. Ramiz firması. Yeni dizayn, yeni keyfiyyət. Elmi Tibb Mərkəzi tibbin bütün sahələri xidmətimizdədir. Burada müasir laboratoriya və diaqnostika bölmələri fəaliyyət göstərir. Elmi klinikasında plastik və ümumi cərrahi əməliyyatlar yüksək səviyyədə həyata keçirilir. Elmi müasirliyin və keyfiyyətin kəsişdiyi bir məkan. Sponsorumuz Dalğa Palas Şadlıq Sarayıdır. 400 nəfəri bu möhtəşəm zalda toylarınızı yüksək səviyyədə qeyd edə bilərsiniz. 250 və 100 nəfərlik banket salonunda isə Ad günü, nişan və digər xoş günlərinizi keçirə bilərsiniz. toylarımızın unudulmaz, yadda qalan təntənəli keçməsini istəyirsinizsə Dalğa Palasa gəlin, yolunuzu gözləyin. Ətoş, az yenə sifariş edirsən? İnan, cənnət lahmacun hazırladı bu təminlərdən doya bilmirəm. Düz deyirsən, cənnət lahmacun çox ləzzətlidir. Oradan 3 dənə də dönər.